Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Saatın əsas xəbərlərini sizə mən Troya Ravqızı təqdim edəcəm. Prezident İlham Əliyev Əbu-Dabidə Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimi ilə bağlı video paylaşım edib, həmin görüntüləri təqdim edirik. We now invite our honorees, President of Azerbaijan, Ilham Aliyev. Davam edirik. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib ki, görüş zamanı eyni zamanda iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə mövcud təhlükəsizlik vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilib. Nazir Ceyhun Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında münasibətlərdə müsbət dinamika təqdir olunub. Bu çərçivədə digər səylərlə yanaşı iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub. BMT-nin New Yorkdakı mənzilgərgahında Azərbaycan sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlər arası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi, əldə edilən dərslər mövzusunda yüksək səviyyəli panel müzakirəsi təşkil edib. Reportu məlumatına əsasən ölkəmizin BMT yanında daimi nümayəndəsi Səfir Tofiq Musayev qeyd edib ki, əsas məqsəd mədəniyyətlər və dinlər arası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir. Vurğulanıb ki, Azərbaycan bu il Dünya Mədəniyyətləri Arası Dialoq Forumuna ev sahibliyi edəcək. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James Vance Milan şəhərində keçiləcək qış olimpiya oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistana və Azərbaycana səfər edəcək. AFP xəbər verir ki, Vance qış olimpiya oyunlarının açılışında Birləşmiş Ştatlar nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı, Birləşmiş Ştatların dövlət katibi və Birləşmiş Ştatların İtaliyadakı səfiri də daxil olacaq. İddiaya görə Prezident Donald Trump vitse-prezidentə Ermənistan-Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib. Qış olimpiya oyunlarının açılışı 6 fevralda İtaliyanın Milan şəhərində keçiriləcək. Xatırladaq ki, yanvarın sonunda Trump David Vance'in Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib. Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi siyasi ittifaqa çevrilməsi nəzərə almalıdır. Sözləri Rusiyanın baş naziri müavini deyib. Aleksandr Ovechuk'un fikrincə İrəvanın Avropa İttifaqına getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını qəbul etməsi vacibdir. Ermənilər hərbi siyasi birliyə qoşulmağa hazırdılarmı? Bəlkə də ermənilər özlərinə də bu sualı verməli olacaqlar deyə Moskva rəsmisi əlavə edib. Xəbər verdiyimiz kimi Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 5-6-sında Rusiya səfər edəcək. Rəsmi səfər çərçivəsində Simonyanın Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşü planlaşdırılır. Müzakirə olunacaq mövzulardan danışan spiker qeyd edib ki, yanvarın 23-də Rusiyalı həmkarı ilə telefon danışığı zamanı iki ölkənin regionları səviyyəsində razılaşdırılan, lakin hələ imzalanmayan sənədləri ilə bağlı məsələlərə toxunublar. Həmçinin iki tərəfli münasibətlərin gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Son dövrlər İrəvan və Moskva arasında münasibətlərin soyuqlaşması fonunda bu ziyarət xüsusi diqqət çəkir. Analitiklərin fikrincə bu görüş Rusiyanın Ermənistan ilə münasibətlərində yaranan gərginliyi yumuşaltmaq, eləcə də regional proseslər fonunda mövqelərini dəqiqləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Ermənistan parlamentinin spikerinin Rusiya səfəri zamanı çox güman ki, Rusiyanın şərtləri onun qarşısına qoyulacaq. Və bu şərtlər Ermənistanın Rusiya ilə münasibətlərini davam etdirməsi, əks halda Rusiya bütün cəbhələrdə Ermənistanın indiki hakimiyyətinə qarşı bir müharibə açacaq. Ukrayna
tərəf Rusiyanın şərtləri ilə razılaşmadığına görə 4 ildir ki, bu ölkə ərazisində müharibə gedir. Təbii ki, Ermənistan da belə bir taleyi yaşamaq istəməz. Ona görə də Simonyan şərtlərin yerinə yetirilməsi xəbəri ilə qayıdacaq və sonraki dönəmdə Ermənistan bütün bunları yerinə yetirməlidir. Ukrayna prezidenti Volodymyr Zelenski Frans 2 telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 55 min hərbiçisinin həlak olduğunu açıqlayıb. Dövlət başçısı eyni zamanda itkin düşmüş hesab olunan çox sayda insanın da olduğuna diqqəti çəkib. O həmçinin Əbu-Dabidə Kiyev və Moskva arasında davam edən danışıqları şərh edib. Rusiya bizim bütün Donbası tərk etməyimizi istəyir. Bu müharibənin əvvəlindən onlar heç bir qələbə qazanmayıblar. Biz isə bu torpağın hər metrinin, hər kilometrinin Rusiya ordusu üçün hansı qiymətə başa gəldiyini çox yaxşı anlayırıq. Qarşı tərəf ölənləri saymır. Şərqi Ukraynanı fəth etmək üçün onlara daha 2 il vaxt və ölümə göndəriləcək 800 min hərbçi lazım olacaq. Rusiya bu qədər uzun müddət tab gətirə bilməyəcək. Ümumilikdə Ukrayna onsuz da çox böyük güzəştə gedir. Rusiya Federasiyasına indi fasilə lazımdır. Əgər söhbət demilitarizasiya olunmuş zonadan gedərsə, bildirirəm ki, biz öz hissəmizə nəzarət etməliyik. Fransa prezidenti Emmanuel Macronun diplomatik müşaviri fevralın 3-də Moskvaya səfər edib. Bu barədə Reuters agentliyi görüşdən xəbərdar olan bir mənbəyə və 2 diplomatik mənbəyə istinadən yazıb. Macronun diplomatik müşaviri Emmanuel Bon çərşənbə axşamı Rusiyalı rəsmilərlə görüşmək üçün Moskvada olub, deyə məlumata vurulan. İddiaya görə Bon Rusiya prezidentinin köməkçisi Yuri Ushakovla danışıqlar aparıb, səfərin məqsədi dialoq qurmaqdır. Mənbə təfərrüatları isə açıqlamayıb. Agentlik Yeltsin sarayının bu məlumatı nə təsdiq, nə də təksib etdiyini yazıb. İran Xarici İşlər Naziri Abbas Əraqçı elan edib ki, Birləşmiş Ştatlar ilə nüvə danışıqları fevralın 6-sında Omanda keçiriləcək. Birləşmiş Ştatlar ilə nüvə danışıqları cümə günü səhər saat 10 radələrində Maskatda keçiriləcək. Omanlı qardaşlarıma təşəkkür edirəm ki, onlar bütün lazımi tədbirləri görüblər, deyə İslam Respublikasının baş diplomatı diqqətə çatdırıb. Qeyd edək ki, bir müddət əvvəl Axios portalı Birləşmiş Ştatlar və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqlarının ləğv edilməsi ilə bağlı məlumat yayıb. Amerika Birləşmiş Ştatları prezidenti İranın ali dini lideri Seyid Əli Xameneinin çox ciddi narahat olmalı olduğunu bildirib. Donald Trump bunu NBS News telekanalına müsahibəsində müvafiq suala cavab verərkən deyib. Ölkə başçısı daha əvvəl İslam Respublikasının nüvə proqramını məhv etdiyini xatırladıb. Deyərdim ki, bəli, Xameneyi çox ciddi şəkildə narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar. Tehran nüvə proqramını bərpa etmək qərarına gələcəyi təqdirdə Vaşinqton çox pis addımlar atacaq. Necə ki, ABŞ gəldi və onların nüvə proqramını məhv etdi. Əgər biz bunu etməsəydik, yaxın şərqdə sülh olmazdı. Amerika Birləşmiş Ştatları dövlət katibi mətbuat konfransı zamanı İrandakı iqtisadi problemlərlə danışıb. Marco Rubio Tehranın resurslarını xalqa xərcləmədiyini iddia edib. Vaşinqton rəsmisi İslam Respublikası ilə mənalı danışıqlar aparmaq üçün bəzi məsələlərin mütləq gündəliyə salınmalı olduğunu diqqətə çatdırıb. Dövlət katibinin sözlərinə əsasən yalnız bu halda hər hansı nəticə əldə etmək olar. Məncə danışıqlar o zaman mənalı olacaq ki, müəyyən məsələləri əhatə etsin. Bunlara ballistik raketlərin mənzili, region üzrə terror təşkilatlarına verdikləri dəstək, nüvə proqramı daxildir. Sadaladıqlarıma eyni zamanda öz xalqına münasibət də daxildir. İranın üzləşdiyi əsas problem ondan ibarətdir ki, insanların küçələrdə etiraz etdiyi məsələləri hakimiyyət həll edə bilmir. Çünki bu problemlər iqtisadi və qalıcıdır. Hökumət bütün pulunu və resursunu İran xalqının layiq olduğu həyata deyil, terroru maliyyələşdirməyə, dünyanın müxtəlif yerlərindəki bu cür qruplara dəstək verməyə xərcləyir. İsrail təyyarələri Livanın cənubuna çoxlu miqdarda zəhərli maddələr püskürür, bitki örtüyünü məhv edir və insan sağlamlığına mənfi təsir göstərir. Fikri Livanın Kənd Təsərrüfatı naziri Nizarxani Aşaq Al-Afsata verdiyi müsahibədə səsləndirib. Təhlükəli kimyəvi maddələrin intensiv istifadəsi torpağa yaxın gələcəkdə becərilməsi üçün yararsız hala salmaq və bununla da sakinlərin cənub bölgələrdən qayıtmasının qarşısını almaq məqsədi daşıyır, deyə o iddia edib.
Davam edirik. Bu dəfə Mingəçevirdə ana və 3 övladı dəm qazından zəhərlənib. Hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib. Belə ki, 38 yaşlı Nübar Yusifova və 16-12-10 yaşlı övladları dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasından çatdırılıblar. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Paytaxtın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocəsən qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Nazirliyin mətbuat xidmətindən məlumat verilib ki, müraciət əsasında tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. Agentliyin səlahiyyətləri çərçivəsində Respublika ərazisində qanunsuz tikinlərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. İki gün ərzində paytaxtda davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin verdiyi informasiyaya görə eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Qurumun növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər. Belə, hörmətli izləyicilər, mənim çatdıracağım xəbərləri burada yekunlaşdırıram və sözü həmişə olduğu kimi ötürürəm işgüzar Səhərə Nuraniyə. Növbəti saatda hansı xəbərlərin müzakirələri olacaq? Buyursun Nuraniyə bizlərə qısa anonsları təqdim etsin. Bəli, Röya, 3-cü hissəmizdə Amerika Birləşmiş Ştatları İran münasibətləri ilə bağlı danışacaq ki, bugün məhz Maskatda görüşün olacağı ehtimalı var. Ən azından rəsmilər bu cür açıqlama verirlər. Son dəqiqə hansısa bir, belə deyək, problem yaşanması. Digər tərəfdən Donald Trump'ın da ali liderə bir mesajı oldu ki, narahat olmaq lazımdır dedi. Bütün bunları geniş şəkildə danışacağıq. Bəli, gündəmin aktual xəbərlərinin müzakirələri davam etdiriləcək. Uğur arzulayıram Nuraniyə sənə, mən isə sizinlə sağollaşıram. Salamat qalın.